Avropanın İTMWF hava qatarı mərkəzinin model proqramlarının ən son təhlilləri bu siqnalları verir ki, troposferin orta qatlarındakı siklon və antisiklonların ümumi gedişlərinə əsasən may ayının ikinci 10 gününün sonlarında və üçüncü 10 günlük ərzində Qərbi Rusiyada, Şərqi Avropada, Qafqaz arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Çünki Qafqaz ərazisi Şimal-Qərbi Avropanın daxil olan nisbətən sərin hava axınlarının və rütubətli hava axınlarının təsiri altında olacaq. Eyni zamanda Mərkəzi Asiyadakı antisiklonun da sol qolunun təsiri altında olacaq. Yəni Qafqaz ərazisi həm antisiklonun, həm də siklonların təsiri altında olduğu üçün bu sistemlərin tez-tez inkişafı nəticəsində, yəni topa yağış qurğularının və laylı yağış qurğularının tez-tez inkişafı gözlənilir. Bu da Böyük Qafqazın və Kiçik Qafqazın əksər rayonlarında yağıntıların lokal leysan xarakterli intensiv və güclü olmasına, hətta mərkəzi aranda və Bakıda belə may ayının 16-sından başlayaraq may ayının 23-24-nə qədər olan müddət ərzində hava şəraitinin gün ərzində bir neçə dəfə tez-tez dəyişilməsi riskləri yüksək qiymətləndirilir və bu barədə real sinoptik şərait yaxından izləniləcək və kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Sistemlər bu siqnalları verir ki, Qara Dəniz şərqində və Xəzər dənizi ərazisində may ayının artıq 16-sından 23-24-nə qədər ekstratropik və subtropik tipli siklonların tez-tez aktiv inkişafı gözlənilir. Nəticədə artıq gördüyünüz kimi may ayının 17-sində Xəzər dənizindən keçən sistemin təsirləri ilə supersel buludların aktiv inkişafı gözlənilir və bu sistem də birbaşa Azərbaycan arasındakı yağıntıların intensiv və lokal güclü olmasına səbəb ola bilər. Bu barədə dəfələrlə xəbərdarlıqlar yayınlanıb. Ümumilikdə bu sistemin təsirləri may ayının 3-cü 10 günün sonlarına qədər tez-tez təkrarlanacaq. Çünki bu sistemə təsir edən, bu sistemi dəstəkləyən, bu sistemin uzunömürlü olmasına təsir edən, güc verən, bu sistemə güc verən əsas bir sıra qlobal amillər var. Həm MJO indeksinin, qlobal yağıntı paylanma sisteminin bir qədər normal bir vəziyyətdən çox illik göstəricilərlə müqayisədə bir qədər zəif inkişafı və bu da yağıntıların daha çox Qərbi Rusiyada və Şərqi Avropada davamlı inkişafına səbəb olması ehtimalları artır. Eyni zamanda bu şimaldan daxil olan mövsüm xarakterli olmayan soyuq havanın artıq rütubətlə toqquşması və isti hava dalğası ilə toqquşaraq Qafqaz arasında ciddi bir hava dəyişikliklərinə səbəb olması ehtimalları var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İTMWF hava qatarı mərkəzinin və Alman modellərinin ümumi parametrləri bu siqnalları verir ki, Qafqaz arasındakı yağıntıların may ayının ikinci 10 günün sonlarına doğru və üçüncü 10 günlük ərzində çox illik göstəricilərdən bir xeyli artması gözlənilir. Bu sistemlərin ciddi inkişafına səbəb isə ekstratropik tipli siklon sisteminin Qara dənizdən Xəzər dənizindən tez-tez keçməsi və bu sistemin təsirləri artıq Qafqaz arasındakı yağıntıların günün bir sıra saatlarında intensiv olmasına səbəb olması gözlənilir. Mayın 17-ci 18-sində hətta supersel buludlarının, topa yağış və supersel buludlarının Abşeron arasına daxil olması ehtimalları var. Bu da ciddi, kəskin və qəfil hava dəyişikliyinə səbəb ola bilər. Bu barədə ən son təhlillər haqqında kanalda birbaşa page və radar məlumatlarının təhlilləri yayınlanacaq. May ayının artıq 20-sində yenə də Xəzər dənizində növbəti sistemin aktiv inkişafı gözlənilir. Bu da Abşeronda hava şəraitinin may ayının 20-si günün birinci yarısında yenidən kəsin dəyişilməsinin səbəb olması gözlənilir. Yəni artıq iqlim dəyişikliyi nəticəsində Azərbaycanın quraq əraziləri hesab edilən Abşeron, Bakı və mərkəzi aranda belə, yəni ilin isti dövründə belə bu tip yağıntı sistemlərinin tez-tez təkrarlanması müşahidə olunur və bu sistemlər yaxın gələcəkdə daha da artacaq. Həm bu sistemlərin intensivliyi, həm də tezliyi artacaq. Yəni bu artıq bu çağırışları edir ki, bu o deməkdir ki, artıq bir sıra kənd təsərrüfatı məhsullarının yetişdirilməsi artıq qapalı ərazilərdə vacib sayılır. Yəni açıq sahələrdə artıq bu meyvəçiliyin, tərəvətçiliyin, bostançılığın artıq inkişafı artıq geridə qaldı. Artıq müasir iqlim dəyişikliyi, müasir tələblər, müasir qlobal vəziyyət artıq buna şərait yaratmalıdır ki, artıq bu şərait qurulmalıdır ki, artıq Azərbaycanda da bir sıra əkin sahələri həm bostançılıq, həm tərəvətçilik, həm meyvəçilik
Deməli ki, bu əkin sahələrinin hamısı qapalı şəraitdə əkilsin, qapalı şəraitdə yetişdirilsin. Çünki artıq iqlim dəyişikliyi imkan vermir ki, yəni ilin ən isti dövründə belə hava şəraitinin qəfildən dəyişilməsi gözləniləndir. Artıq qlobal hava təhlil modelləri bu tip sistemlərin siqnallarını zəif göstərir. Lakin real zaman ərzində isə bu sistem anidən qəfildən güclənə bilir və bu da dolu yağıntılarının artmasına, güclü küləklərə, leysanların artmasına səbəb olur və bu proseslər yaxından izlənilməlidir. Artıq kanalımızda təbii ki, bu tendensiyaları nəzərə alaraq birbaşa peyk və radar məlumatlarının təhlilləri əsasında artıq bu qeyri-sabit hava şəraiti gözlənilən vaxtları tez-tez qısa videolar yayınlanacaq. Deməli, qlobal modellər təhlil olunur kanalımızda və uzunmüddətli hava təhlilləri təhlil olunur kanalımızda yayınlanır və qısa müddətli bu peyk və radar məlumatlarının təhlilləri əsasında lokal xarakterli proseslər də yaxından izlənir və bu barədə tez-tez xəbərdarlıqlar kanalda yayınlanacaq. Avropanın Meteosat peyk sistemlərinin ən son təhlillərinə əsasən hazırda Qafqaz ərazisində hava şəraitinin tez-tez dəyişilməsi üçün münbit sinoptik şəraitin inkişafı yaxından izlənilir və bu sistemin may ayının 23-24-nə qədər Qafqaz ərazisində tez-tez təkrarlanması gözlənir. Artıq bu sistemin təsirləri ilə Qara dəniz ərazisindən, Aralıq dənizinin şərqindən və Xəzər dənizindən daşınan rütubətli hava axınlarının orta troposferdə isti və soyuq atmosfer cəbhələri ilə toqquşması nəticəsində artıq Qafqaz ərazisində lokal lakin mürəkkəb hidrometeoroloji sistemlərin aktiv inkişafı gözlənir. Yəni artıq bu proseslərin təsirləri ilə topa yağış və laylı yağış buludlarının aktiv inkişafı gözlənir. May ayının ikinci 10 günlüyünün sonlarında və üçüncü 10 günlüyünün sonlarına qədər olan müddət ərzində, yəni yaxın 7-10 gün ərzində bu proseslər tez-tez təkrarlanacaq. Bu topa yağış buludlarının qəfil inkişafı nəticəsində, şiddətli inkişafı nəticəsində supersel buludlarının da formalaşması riskləri var. Bu riskləri də nəzərə almaq lazımdır. Bu proseslər hətta qısa müddətdə qasırğa və tornado proseslərinə belə səbəb ola bilər. Artıq bu qədim söhbətləri geridə qoyaq ki, Azərbaycanda da güya tornado ola bilməz. Bu yəni qeyri-elmi bir söhbətdir. Tornado prosesləri, qasırğa prosesləri artıq qlobal iqlim dəyişikliyi nəticəsində hətta Azərbaycanda, Xəzər dənizinə yaxınlanan şərq rayonlarında və Bakıda belə müşahidə edilə bilər. Tornado qasırğalarının formalaşması üçün və iri dənəli dolu yağıntılarının yağması üçün əsas amil supersel buludlarının yaranmasıdır. Artıq may ayının ikinci 10 günlüyünün sonlarında və üçüncü 10 günlüyü ərzində Qafqaz ərazisində, Azərbaycanın əksər rayonlarında, Xəzər dənizinə yaxınlanan şərq rayonlarında, mərkəzi alanda və Bakıda belə bu topa yağış buludlarının və supersel buludlarının formalaşması ehtimalları var. Bu da o deməkdir ki, supersel buludları qəfildən yaranarsa, bunu qlobal modellər bu siqnalları zəif göstərə bilər. Lakin bu proseslər real zaman ərzində birbaşa peyk və radar məlumatlarının təhlilləri əsasında kanalda yeni videolar yayınlanacaq. Bu proseslər qəfildən inkişaf edir, topa yağış buludlar və bu da troposferin orta qatlarında buludun sanki məcazi mənada partlaması ilə nəticələnir. Bu da supersel buludlarının qəfil inkişafı nəticəsində bu isti hava qəfildən yüksəlir və troposferin orta qatlarındakı soyuq hava qəfildən çökür. Bu da qəfil qasırğanın yaranmasına səbəb olur. Yəni tornado vulkanları yarana bilir. Eyni zamanda yağan dolunun diametri iri dənəli yağır. Yağan leysanlar qısa müddətdə şiddətli və çox şiddətli yağa bilir. Yəni artıq bu tip atmosfer prosesləri dünya praktikasında təhlükəli və xüsusi təhlükəli meteoroloji proseslər kateqoriyasına aid edilir. Yəni artıq keçmiş dövrlərdə əgər bu Bakıda qasırğa olmayıbsa, bu o demək deyil ki, yaxın dövrdə olmayacaq. Xeyr, artıq iqlim dəyişikliyi nəticəsində hər bir hava şəraitinə hazır olmaq lazımdır. Həm tikinti apararkən bu riskləri nəzərə almaq lazımdır, həm bu kənd təsərrüfatı bitkilərinin əkilməsi zamanı bu riskləri nəzərə alaraq qapalı şəraitdə bu bitkilərin əkilməsi, becərilməsi, mühafizəsi lazımdır. Artıq iqlim dəyişikliyi nəticəsində yox sözü olmayacaq. Artıq demək olar ki, dünyada baş verən bu proseslər onu göstərir ki, yaxın dövrlərdə bu sistemlər daha da güclənəcək və qat-qat bu sistemlər daha da güclənəcək. Çünki artıq dünya miqyasında havanın temperaturu artır
Temperaturun artması troposferdə toplanan rütubətin nəmin intensivliyinin artmasına səbəb olur. Deməli, rütubət nəm artanda təbii ki, lokal, lakin şiddətli yağışlar, lokal dolu prosesləri də artıq artır. Və bu proseslər artıq yəni deməli əvvəlki dövrlərdə olmayıbsa, bu deməli ki, olmayacaq. Əksinə bu proseslərə hazırlıqlı olmaq vacib sayılır. Hazırki proses onu göstərir ki, bu buludların aktiv inkişafı müşahidə edilir və bu proses yaxın günlərdə daha tez-tez təkrarlanacaq. Bakıda da hava şəraitinin qəti dəyişilməsi ehtimalları var. Ümumilikdə bu barədə ən son təhlillər haqqında, yəni həm Avropanın İCMWF hava tədqiqatları mərkəzi, yəni Avropanın orta və uzun müddətli hava tədqiqatları mərkəzinin eyni zamanda Alman modellərinin, Rusiya Milli Hidrometeorologiya Departamentinin modellərinin, eyni zamanda Avropanın birbaşa pH və pH radar sistemlərinin son təhlilləri haqqında ümumi birləşdirilmiş məlumatlar tez-tez kanalda yayınlanacaq. Həm qısa videolar vasitəsilə, həm də uzun videolar vasitəsilə kanalda təcili xəbərdarlıqda yayınlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.